Artık başladık. Məməzlər, necəsiz? Çox xahişi ilə nəhayət ki, Dilarə mamanın mətbəxindəyik bugün. Axşamın ulduzu Dilarə xanım olacaq. Mən sadəcə əvvəldə və sonunda kameranın qarşısında duracağım. Canım, mən aparacağım Dilarə mama, salam. Aleyküm salam. Necəsiz? Hamını salamlayıram. Bugün su çərşənbəsidir. Hamının çərşənbəsini təbrik edirəm. Gününüz, iliniz su kimi aydın olsun, axarlı olsun, gözəl olsun, aydın olsun. Hamıya xoş günlər arzulayıram, gözəl bayramlar arzulayıram. Bugün sizin üçün mən süb xarçu, Gürcü mətbəxindən, bir də ət rulet eləyəcəm. Bu yeməkləri az adam hazırlayır. Mən istərdim ki, həmişə hazırlanan yeməklər olmasın. Ona görə fikirləşib bunları tapdım. Və yəqin ki, bəyənərsiniz. Çox istəyərdim ki, diqqətlə baxın, fikirlərinizi söyləyin, bəyənmədiklərinizi də, bəyəndiklərinizi də mənə çatdırın. Bəyənməz olur muyuz? Türklər demişkən, burada bizdə ət ruletindən başlayacağım ki, onu duxovkaya qoyaq, sonra süb xarçonu eləyək. O süb xarçonun ətidir, sümüklə əti asmışam, bulyonu hazır, əti də sümükdən ayırıb qoymuşam, onu sonra eləyəcəm. Dilarə mama, şəkidən artıq sizi salamlayırlar. Sağ olsunlar, mən hamını öpürəm, salamlayıram. İndi buna bir yumurta. Tamam. Burada bizdə bişmiş yumurta, məməzlərim, bişmiş kök. Bu indi rulet hazırlayırıq, hə? Bəli, mən ona kotlet əti kimi çəkilmiş ət, çəkilmiş ət, soğan. Soğan çəkilib dana ətidir. Buna qata bilərik qoyun əti, quzu əti və yaxud da quyruq. Mən quzu əti ilə qarışdırmışam. Həcanlı deyilsiz. Əllərimi yumuşam. Mamanın əllərini yum. Samые вкусные. Samые любимые. Salamlar deyir. Zəhra xanım salamlar göndərir. Sağ olsun. Əllərinizə sağlıq. Bibi qızı öpürəm. Hacı, bilmədim kimdir. O salamlar göndərir. Ətimizi gözəlcə qarışdırırıq. Bu qarışdırmaqdan da çox şey asılıdır, yoğurmaqdan. Qəşəng. Девочки, мои дорогие, забыла на русском тоже отчитаться перед вами. У нас сегодня вечер нашей Диляры мамы, Дилярочка мама. У нас всеми любимая, все, кто ее знает, все ее очень любят. И она сегодня в эфире приготовит для нас суп-харчо, грузинское суп-харчо и мясной рулет. Сейчас мы готовим мясной рулет. Эфир ведется и с моей страницы, и со страницы Nənə Mətbəxi. Məməzlərim canlı aparılır. İki səhifədən, mənim səhifəmdən, bir də Nənə Mətbəxi səhifəsindən. Falqanı orada. Axtarmaq, orada. Her şey yadımdadır. Vüsali uznali тоже, да. Нашел сон. Geçtik. Tamam. После того, как отбили мясо, əti hazırlayandan sonra falqa götürülür. Bu ət yaxşı pişsin, sonra açacağıq bu falqada. Mama, Bunu belə folqaya yayırıq. Tamam. Qəşəngcə açırıq. Bunu götürürük. Çingiz Mamedov, maestro Çingiz Mamedov atamı yiyeyim. Yazır, отлично. Bu arada mənim qaynatam bütün mənim
canlılarımı izləyir, Sağ olsunlar. dəstəkləyir, bəli. Bu belə. Vüsüdən salamlar var. Vüsü, salam. Çox sağ ol Vüsü. Biz də səni salamlayırıq, öpürük. Bax, bu belə. İndi bu kökü ortadan bölürük belə. Bir burun qaynayıb. Elə bilin ki 5 dəqiqə. Bax, qaynayıb. Bax, belə. Belə. Ət mal əti ilə qoyun əti miks edə bilərsiniz. Bəli. Mamada qoyun ətidir. Siz Yox, qarışdırmışam. Qarışdırmışam. İstəyirəm Bizə ki, bugün ət ruletidir, bir də sup xarçon. bunu belə qoyduqdan sonra yumurtalarımızı kəsirik ortadan. Soyutma yumurtanı. Allah ömür versin. Amin. Baxın, Amin. duzlayaq. Dilarə xanımı Bir kim balaca tanıyır? Duzlayıb. Birinci baxışdan sevməyə başlayın. Üzündən nur yağır. Baxın, Krasavitsa. duz istiyor. Vurdum. Яйца солим, Bunları. перчим, девочки. Bəli. Sonra bax bunun üstünə qoyuruq belə. Bax belə. Həkim kosmetolog Leyli xanımdan salamlar, Dilarə xanıma. Ətə qatılır, soğan, duz istiot məməzlərim. Vəssalam, hə. Artıq heç nə, onsuz da resepti yazacağım. Narahat olmayın. Gəncədən Mələk xanım salamlayır. Bu belə. Bu belə. Aha. İndi bunu belə bükürük. Çox sağ olun Nərgiz xanım. Əllərinizə sağlıq Dilarə xanım yazıblar. Я до сих пор, Hərflər qaçır. до сих пор я не ела этот мясной рулет. Конечно. Мама нам не делала, не? Ya, abici, mən təzə... Bunu Elmira xanım, doktor Elmira xanıma bir dəfə qonaq çağıranda eləmişəm. Çox xoşu gəlir. Bu da şey должна Hər yerdə də видеться. deyir onu. Sağ olsun. Ula, bu mamanın Baxın. korona yeməyi olub. Mən uşaq olanda. Uşaq olanda Vüsal. Və mən ailə həyatı quranda tamaya bunu korona bluda. Yəni kim qonaq gəlirdi, Vüsalə bunu deyirdi. Hamı da sevir. Hə, 30 il, 31 il qabaq bu mənim korona bir bludam idi ki. Çox sağ olun Leyli xanım. Mama da Baxın. sizi öpür. Öpürəm Leylini. Lənkərandan Sağ olun, salam. Şafa xanım sağ olun. Amin. Çox sağ olun. Baxın. Bunu, Hə, baxın. Baxın ha, baxma. bax, bunu belə elədikdən sonra əvvəlcə belə bükək ki, bunun suyu, kəfi, nəyi varsa həm də pişsin. Belə bir balaca. Sonra açacağım, üstünə pomada sürtəcəm. Yumurta sarısı ilə turşulu bir Tomat da vurmaq olar əslində. Sos Ha, ha, ha. hazırlayacağım turşu ilə. Девочки, сначала просто закрываем фольгой, перекладываем на лист, в лист или как правильно, и выпекаем определенное время до готовности. Сначала в фольге, потом фольгу убираем и смазываем какой-нибудь кислой помадкой. Это может быть и Belə. кизиловая паста, Bunu qoyuruq. и томатная. 15-20 dəqiqə kimi 200 dərəcədə pişəcək. 200 градусов, Bir 15 minut. Aha. İzləyici yazıb axşamınız olsun, çərşənbəniz mübarək olsun. Ülqə xanım, mən bilmirəm niyə məni bloka salmısınız. Sizin üçün çox darıxmışam. Yəqin ki bir səbəb var. Çünki heç vaxt heç kimi elə belə bloka salmıram. Məncə də. İndi qızlar keçirəm sup xarçoya. Sup xarço əllərimi. Əti məməzlərim xırda. Sümüklü ət asırıq. Baxın. Sübkəcdən Sümüklü ətin keçirtirsiniz. bulyonudur. Baxın. Keçirik харчоя, девочки, Bakın. переходим к супу. Onu Харчо. sümükdən ayırmışam. Ага, мы сварили. Ну, баранина у нас хорошие. Ребрышки мне тоже Mal əti ilə də покажите. eləyə bilərsiniz, amma mən quzu əti ilə eləmişəm.
Bizdə mal ətini Из çox ягненка adam sevir. приготовили Bunu бульон. sonra əlavə edəcəm. Томили, кости отделили, бульон сцедили. Начинаем зажарку. İndi soğanı doğrayıram. С утра не кушаем, səhərdə yemək yemirik. Mamamı yeyim. Baxın. Baxın. Yemək saat 5'te bize yemek verilmiyor. Öyrəşmişəm də. Да, спокойно можно маму отправлять на кулинарную передачу. Так делать, да, чтобы она не была. И можешь увеличивать. А мама хотела просто показать свое мастерство, Веси. Ты ничего не понимаешь. Nə. Bizim aşçı yazır. Salam hər birinizə gözəl xanımlar. Əleykümə salam xanım. Bu arada gözəl xanım bizə tort hədiyyə eləmək istəyir. İnşallah biz sizin hədiyyənizi qəbul edəcəyik. Bu aralar biraz buralarda olmadığımız üçün. Təşəkkürlər Leyla xanım. Allah sizə can sağlığı versin. Əllərinizə sağlıq Leyla xanım yazır. В общем, Deməli, Aha. soğanı tökdüm. Aha. Mamamı yeyim də kommentləri biz oxuyaq onsuz da. Amma Deməli, bir dənə deyim, aha. sarımsağı da. Aha. 2-3 diş də sarımsaq Aha. qatıb qoyulacaq. Одновременно обжариваем лук. Arıqdır da bunlar. Да, и чеснок. Yetim Elə sarımsağı. bilin ki, bax, kök. Ага. Мусенька наша, красавец, sladusik. Deməli, Şəki Medtexnikumun müdir Elmira xanımdan gedir söhbət deyəsən. Bəli. Əvəz olunmaz Elmira O xanım. mənim ən yaxın O mənim rəfiqəmdir. O canımdır. bizim canımız. Olmazsa olmazımızdır. Bəli, hər birimiz. Mən ona qonaq eləmişdim bu ət ruletinə. O hələ də indi də onunla danışır. Mən onun xətrini elədim. Этот мясной рулет называется бычий глаз. Девочки, напоминаю вам, что рулет отправили в духовку на 15 minut. Dilarəm amma Azərbaycan dilində izah elədi, ona görə mən rus dilində tərcümə eləyirəm. Bu zar yazıq hər dəfə necə bu canlıları apar. Mən əllərim əsirə bu kamerada. Aha. Deməli, xarçı gürcü yeməyidir, bəli. Rostovdan salam, mamamı yeyim. Dilarə Ələkbərova xanım yazır. Salam gözəl insanlar. Nə yaxşı iş gördünüz, canlı efir açdınız. Dilarə xanımın evidir deyəsən. Səmət Vurğun küçəsi bizim qonşuluğumuzda. Sizi Yox, görmək çox ünvanı xoşdur. deməyin, xahiş Ünvan edirəm. deyirik, küçəni deyirik. Bəli, Dilarə xanım, çox sağ olun. Təşəkkür izlədiyiniz üçün. Əleyhissalam. Yoxsa indi bizim yeməklərimizi qonaqlar gəlib yeyəcək. Bizə heç nə qalmayacaq. Göstərim də mamamın mətbəxini. Desert tort pişəndə mən onu paylaşırdım Instagram səhifəmdə, storiesində. Uşaqlar görürdü, ula. Aha. O yığırdı, mama mənim kusokuma ayır, bu yığırdı, Salə mənim tort payım, boy. İnanırsan ula, tortu görürdük. Ona, buna, axırda özümüzü bir kusok ya qalırdı, ya qalırdı. Это как этот сорока, ворона, кашу варила, деток кормила. Axırda köməkçim Səyarə xalatdır, ben səhər deyirəm, bir də paylaşma pişirdim. Bu da belə. Aha. Deməli, bu qovrulacaq burada. Buna acı biber lazımdır. İndiki biberlər şirin olur. İndi mən də onlarla baxacağam. Aşağı tərəfindən. Acı olsun. Acı. Tunar bloka gedəcəksən, özünü yaxşı apar, xahiş edirəm. Biz də şəkili, ancaq kəndindənik, çox xoşdur. Девочки, дежавю, это не моя мама, это мама Вюсалия. Но после того, как мы стали с Вюсалией дружить, у нас мама, папа, дети, племянники, братья, сестры, все стало общее. Все, kроме mujey. Sağ ol, gözəl xanımlar, əllərinizə sağlıq. Dilarə xanım, uşaq diş həkimi yazır. Çox sağ olun, təşəkkürlər. Deməli, şirin biber, acı Natavan biber. yazıb, nənəgildə çəkilişdi, mən də gəlirəm uşaqlarımla. Aha. Şirin biber. Gəlin, Natavan, gəlin, qurbandır. Sizsiz eviniz olmasın, qızım.
acı bibərin hamısını eləmirəm. Gürcülər sərt acı sevəndirlər, amma biz yox. Ona görə mən biraz acı verəcəm. Bunu göstərin. Görsünlər necə qovrulur. Ona kimi deməli bir şeyi sizə əlavə eləyim. Bizim şəkidə mən Mamamı yiyeyim. Ne aktarsız o şkaftadır. Oraya gizletmişim. Deməli şəkidə hər yerdən fərqli olaraq Ulya xanım bayaq qeyd elədi, dünənki çəkilişindəki Şəki bazarını necə sevir. Biz də çox sevirik. Ulya gələndə yayda Şəkiyə bir yerdə bazarlığa gedirik. Həmişə tərifləyir ki, sizin bazarın insanları çox mədənidir, Bəli. çox tərbiyəlidir. Alandan sonra hamı Allah qismət eləsin deyir, söz atmaq, pis söz danışmaq Yox. bazarda. Hətta qonağım ol deyirlər. Bəzi adamlara deyirlər, bazar adamı, bazar deyil buralar. Amma bizim bazarda o qədər mədəni satıcılar var ki, alıcılar da məmnun qalır. İndi Şəkiyə yolunuz düşsə, Şəkidə xırda satılır, düyünün xırdası. Yerli. Bilirsiniz necə? O düyünü çəltikdən ayıranda, düyü halına salanda bəziləri xırdalaşır. O adxot deyirlər ona, çıxara. Şəki düyüsüdür. Bəli, Şəki düyüsü. Şəkidə düyü plantasiyalar var. Mən niyə aparmamışsınız ora? Tapılmır ki. Ama pajausta, rica ederim. Mən həmişə alıb gətirirəm. Hər yayda 1-2 kilo alıb gətirirəm. Onu balvıya, küftüyə, dolmaya, bax belə suplara istifadə edirəm. Çox gözəl olur. Mamamı yiyeyim. İndi bax mən bulyonun içinə bu düyünü tökürəm. Отправляем рис в бульон. Ben de kommentləri olar oxuyum. Nubar xanım yazır ki, mənim mamam da bişirirdi xarço Şəkidə. Deməli, Şəkidə xarço belə məşhur Gürcü supudur da. Mən belə başa düşdüm. Да. Молодая мама у нас. Наша мама красотка, девочки. Когда мы ходим все вместе с ней куда-то, Гандап, Висаля, я, любимая дочка из троих. Да, мама? Да, мама. Нам говорят, что это ваша сестра, старшая сестра. Да. Ulya mənim qızımdır. Bir doğmamışam. Belə deyək. Bu da belə. Acı biber, şirin biber. Bir de помидор. В общем, мы это сейчас будем кушать или как? Да. Я пока не поем, я никуда не уйду. Qabığını soydum pomidoru. Soğan öldükdən sonra biraz saralana yaxın. Çox qovrulmaq lazım deyil ki, xörəyin rəngini tündləşdirməsin. Tomat da olar, hə? Yox, Tomat. Başqa eləyəcəm. Biber tomatı. Добавляем. O da olacaq. O da Pomidor. Pomidorun öz yeri var. Onun öz yeri. Şəkillərə salam. Əleykə salam. Biz bir xarço pişiririk, süp xarço. Bir də ət qoyuruq. Duxovkanı göstər. Çox sağ olun, axşam. Gedin göstərim. Виси, пройди, пожалуйста, не мешай мне делать съемку. Я себя чувствую ребенком, честно говоря. Давай пройдем, посмотрим, что у нас происходит в dуховке. Deməli, sobada birinci 15 dəqiqə bişir 200 dərəcədə. Sonra falqanı biz götürürük, açırıq üzərinə. Yumurta sarısı ilə, yumurta ilə turşu qatacağım. Tamam. Kızartması üçün, həm də tam verməsi üçün.
Sonra da servis eləyəndə baxın, soğan, Так. sumaq, qarışıq. Ага. Подача с луком и с сумахом. Молоденький картофель. Xırda kartof, təzə kartofları О, qızardacağam. это для этого было, да? Da. Pişib. Bir dəfə qaynadıram ki, qızaranda da. Ben de bunda harço pişireceğim. Əkbərova yazır ki, salam, retsepti bir də paylaşarsınız. Təbii paylaşarıq. Tartifle pişirdim. Ule Hanım nece lezzetli bir yemeğiydi. Çok sağ olun güzel reseptlere göre. Ama bizim o yemeğime anti-kunti yemeğiydi между прочим. Видишь? Людям нравится. Aha. Dilara Hanım hansı göyərtilər tökürsünüz? İndi bax, göyərtiləri deyəcəm. Petruşkiyə, cəfəri, Maydanoz da deyə bilərik. keşniş, kəvər, göy soğan, istəyən şüyüd, bir də göy sarımsaq. Şey də qura bilər, kərəvuz. Hə. Kərəvuz, turş, Сельдерей, петрушка, кинза, Dadlı olur. лук, правильно? Bəli. И укроп. Amma limon qoymamısan. Yox, bəyən limonu olmayacaq. Buna zoğal. Ты кому Кремль показываешь? Yana niyə limon nauçil, ona görə Limonla görmədim, da ona zoğal görə. olmayanda limon olacaq. İndi ona çatmamışıq. Yox, mən elə bildim yoxdur burada. Помидор обязательно очищается от шкурки, девочки. Видите? Все, помидор eridi. Bəli, düzdür, şəkillər hər yeməyi bəyənmir. Это ответçi də antin-kuntin yeməklər. Ülviyə xanım Şəkidə də hamı bilmirdi. Atam çox şəhərlər gəzirdi. Atam gəlib anamı öyrətmişdi. Allah mamanıza can sağlığı versin. Amin. Hamıya salam. Sobada bişirən nədir? Rulet. Ülviyə xanım, mən tam eşitmədim. İlk 15 dəqiqə 200 dərəcədə. Zачем ты это показываешь? Я тебе показала. Baxın, Aha. Sonra falqanı açıp üstüne ne çekirik? Səbirli yayda olun, olacaq. zoğalı marazinlikə axta eləyib qoymuşam. Aha. Birinə də kərdəkli qoymuşam. Aha. Necə istəsəz. Sveji qalıb. Ama acayip rengi var Bir ha. dənə yeyim bunu həyatımızda. Parçoya, Az uçun ya onu. limon da sıxmaq olur. Quru gavalı, kim istəsə. Kimin əlində nə var? Turşu bir şey olmalıdır. Çünki bu məzəli, turşulu, istiyotdur, sarımsaqlı bir yeməkdir. Çox dadlı. Yumurtanı limonla vura bilərsiniz əgər zoğal yoxdursa. Zoğal, yox, soruşurlar. Sizə demirəm. Əvəz edə bilərsiniz. Amma belə zoğal pastası ilə. Xanım yazır ki, bilmirəm hansı canlıya baxım. Gah Ulə xanıma keçirəm, gah sizə. Can. Şəkillər yekdir. Добрый вечер. Я в харчо только петрушку кладу. Akşamınız xeyir olsun. Gözəl insanlar, gözəl əllər yorulmayasınız. Bu da biber salçasıdır. Biber. Kırmızı biberlə. Хмели сунели будем добавлять? Мамулечка. Нет, хмели сунели əslində добавляют, но это дело вкуса. Самая вкусная шекинская пахлава. Salam Ülviyə xanım, salam. Ülviyə xanım, hansı yağdan istifadə edir? Ay, bu yağ mövzusu, ay nə olur, mən o sualı verməyin də. Çox xahiş eləyirəm. Yağ, hansı yağdan istifadə edirsiniz? Qaymaq firmasının yağı. Mama reklam elədi. Qaymaq firmasının yağı mamamı yeyim, 30 manatdır. Yo, Ulədən soruçum. Amma bu son paylaşım var idi. Xamadan hazırlanmış nehrə yağı. Mən belə başa düşdüm ki, maşallah bizim millətimiz çox gözəl yaşayır. 7 manatlıq, 10 manatlıq yağları bəyənmir. Ancaq 30 manatlıq yağlarla istifadə edirlər. Ona görə yağ mövzusu tamamilə özüm üçün bağladım. Xoş gördük. Salamlar.
Dilarə xanım, əlləriniz yorulmasın. Sağ olun. Zəhrə xanımdır. Zəhrə xanım, necəsiz? Ula xanım, öpürəm hamınızı. Zəhra xanım da çıxsın, girsin mənim səhifəmə. Tez çıxsın, girsin mənim səhifəmə. Hər vaxtınız xeyir. Gözəl insanlar. Mən davam edim. Baxın, niyə qururam. Kızlarım bilir ki, çok iyi. Sladkaya mamuliçka. Очень да нас. Baxın. Нам нравится. Zoğalı, axtalanmış zoğal. Çərdəksiz. Кизил. Нарезаем мелко-мелко. Кизил у нас замороженный. Kuş olmalıdır. Əllərimiz Kimdə üşüyür. yoxdursa, gavalı qurusu, kimdə yoxdursa limon sıxa bilər. Mən bunu şəkidə hazırlamışam deyə istədim. Həm rənginə görə, həm Kəmalə Abdullayeva yazır. Salam Ula xanım. Əlləri Qızıl xanım. bəli. Это про вас, мамулечка. Нет, Это не нет, про нет. меня. Нет, это про вас. Bax, bu da Смотрите, какие любимые руки. Mən də şəkiliyəm. Bu arada Pitserdən salamlar. Salam Gülə xanım. Çox xoş oldu. Əlləri qızıl, Dilarə xala, Aytən yazır, öpürsən Aytən. sağ olsun. Bax, bu da belə. Dedim inciməyəsiz. İkinizə də yazdım Zəhra xanım. Burada Çıxma. Zəhra çıxma mənim. Sövgi, salam Ula xanım. Şəkidəki məkan restoranı da bizimdir. İndi bunlar doğrayıram. Так, секунду, я плохо вижу, тяжело. И он, бедный зал, как он ведет эфир? У меня руки трясутся. Здравствуйте, они скажете, масло Виолетта, какая по качеству? Ну, не знаем, Виолетта işletmemişti. Мы не пользовались ханом Виолеттой. У нас мы только пользовались Гайма и Герда. А мне Азерсюд очень нравится, если Gerda da честно. yaxşı yağdır. Gerda. Məsələn, indi qaymaq firmasının yağı çıxandan sonra mən ondan istifadə edirəm. Çünki tam təmiz yağdır. O da nədən bilirəm? Bir dəfə dedilər ki, yağın tərkibini öyrənmək istəyirsinizsə, onu bayra qoyan kimi əriyir. Bax, bu yağ bayra çıxan kimi əriyir, yumşalır. O bir yağlar yox. Ondan bilirəm. Dadı da gözəl. Madina, Moskvadan salamlar, teşekkürler. Salam Ula xanım. Xanımın səhifəsinin adı necə yazılır? Nənə mətbəxi. Onsuz da canlı bitəndən sonra təbii ki, nənə mətbəxini mütləq qeyd eləyəcəm. Mən də Azərsüdü çox bəyənirəm, sözün düzü. Sadəcə arada sırada eksperiment aparıram. Başqa yağları da istifadə edirəm. Baxıram, görürəm. Göyərtisi belə bol olmalıdır. Зелени должно быть много. У нас здесь еще в зажарке тоже, да, зелень была? Нет, сейчас мама добавит. Окей. А почему я думала, что в зажарке? А что там зеленый? Болгарский перец. Acı biber, şirin biber. Teşekkürler. Bu soğusun içində hər şey var. Xahiş edirik Dilarə xanım, Bax, belə. canlıları tez açın. Sevinç xanım yazır, baş üstə, imkan daxilində. Salam gözəl insanlar, necəsiz, əllərinizə Bu sağlıq. qədər. Şəkillərə çatan yoxdur, onların özünə məxsus bişirməkləri var. Təşəkkür edirəm. Amma mən sevmirəm belə deyəndə ki, çatan yoxdur. Düzgün deyil, ancaq bir bölgəni var. Şəkillərə də çatan var, bakillara da çatan var. Ötən olmaya bilər. çatan yoxdur. Ay, sağ ol. Gənc əllərə də çatan var. Azərbaycan mətbəxinə Düzgün deyil. Bir bölgəni ucaltmaq, o biri bölgələri dəyərsiz etmək. Çünki hər bölgənin öz gözəlliyi var. Bu soğuz hazır oldu. Düyümüz də pişdisə, yeməyimiz hazır. Onu da qeyd edim ki, düyü supuna nisbətən düyüsü Az, çox yox. Çünki bunun soğuzu çoxdur. Kaşa kimi olmamalıdır. Ət də var tərkibində. Arzu xanım, siz də mənə çox əzizsiniz. İnanın mənə, inanın. Это не суп рисовый, ona görə nəzərə alınmalıdır.
Что именно? Рис должен быть там Эти мало. Это, да, разваренный он должен быть. Ага. Doğadakı kimi az olmalı. Ага, я поняла. Türkiye'den Demek selamlar. olar. Çok sağ olun İsmail Bey. Yeməyimiz hazırdır demək olar. İndi bu az xodda lığır-lığır deyirik biz. Lığır-lığır deyirik. Bizdə belə bir söz var. O yağ qoyacaq üzü. Baxın, bu uje hazırdır. İndi bunu biz vampoda qoyuruq. Qəşəng hamısı bir-birinə qarışır. Oy, ne olur tez bitirək canlını. Mənim yeməyim mən yemək istəyirəm. Я голодная. Əllərinizə sağlıq Dilarə xanım. Həmişəki kimi təvəzzökarlığınızdan. Unutmamışıq ruleti. Yox, hələ nədir? Liza xanım yazır mamanın любимая подружка. Yiyərəm Lizanı. Öpürəm səni Liziçka. Что-то сейчас мне уже не нравится. Уже мама начала уже всех целовать, обнимать. Что-то как-то Hülya уже xanım, все. yəni bölgələrə bölmürük deyir. Hər yemək gözəldir. Sadəcə deyir, bu faktdır da Şəki yeməkləri gözəl olur. Mən sizinlə razı deyiləm də. Yəni Lənkəran mətbəxi də çox superdir. Çok superdir. Naxçıvan mətbəxi superdir. Bütün Azərbaycan. Ay sağ ol. Gəncələrin əl qabiliyyətləri çox superdir. Bütün Azərbaycan. Qarabağ mətbəxi. Şeyə baxın. Ona görə все прекрасно. Просто каждый по-своему, да? Все регионы Азербайджана отличаются культурой, кухней, ментальностью. Açın baxırsınız. Aç sən bax, mən Baxın da, göstər. Baxın, qoyun biraz da, haradasa 5 dəqiqədə keçsin. Biz de burada Bunun kimi biz onun Harço. hazırlayaq. Dilarə mama dedi ki, mən bir dəfə də xarço hazırlamamışam. Ona görə o istəyir izləyicilərimizə bu təamı hazırlasın. Çünki indi müqəddəs Ramazan gəlir. Mənim əzizlərim, təbii ki, birinci yemək bu xanım kimdir? olmalıdır. Bu xanım bu səhifənin korolevası. Nəinki səhifənin korolevasıdır, Şəkinin korolevasıdır, Bakının korolevasıdır, qəlblərimizin korolevasıdır, evlərimizin korolevasıdır. Sağ olun. Все, ana, мы ее все очень любим. Gəncəlilər qabiliyyətlidir. Çox. Bəli, xanım, razıyam. Qatılıram, Yenə də bütün bölgələr. Azərbaycanın bütün bölgələri. Спасибо, Самирочка. Вишенька, как приятно вас видеть в эфире. Спасибо, моя родная. Bənövşə salam. Can, mən də öpürəm səni. Salam, hər bölgənin özünün dadlı yeməkləri var. Хочешь, открой, посмотри, как я хочу. Balva çıxacaq, bəli, onu da tanıdım. Aha, eləyərik balva, ha, şorbası. Hani biz kartofu qatmırıq? Yox, kartof şeydir də, qarniyir. Qarniyir. Da. Aa, такой İndi aspekt. ona komanda hazırlayıram. Necəsiz? Я сегодня себя чувствую, знаете, ребенком все-таки. Ты всегда тут у нас себя чувствуешь Да. ребенком. Да, есть такое дело. Вот я в свои 50 плюс чувствую себя ребенком, потому что я нахожусь в зоне комфорта. Я нахожусь со своей семьей, я нахожусь с людьми, которыми я очень дорожу, которые меня очень любят, ценят, одаривают любовью, облюбливают меня. Поэтому иначе я здесь себя чувствовать не могу. Dilarə xanım, müəllimə idi, bəli, harda işləyirdi. Çox xanım xatın, Azərbaycan xanımı Dilarə xanım, tamamilə razıyam. Yumurtanın sarısı, Yaxşı. bir balaca. Tamam, biz də burada indi artıq rulet hazır olacaq. Ona görə yumurta sarısı, biraz ketçup. Sonra xahiş edirəm bu dəfə canlı olaraq. Biz Şəkinin südlü aşını pişirmişik Leyla xanım. YouTube'da da var əslində, Şəkidə hazırlanmışıq. Nənə mətbəxində var və Ülviyə xanımın səhifəsində YouTube'da da var. Bəli, Şəkidə bəli. pişirmişik onu. Bir də zeytun yağı biraz.
Там у нас есть скрытая комната. Спасибо, она сейчас Bir də zeytinyağı. Значит, это для... Да, приготовили помадку для смазывания рулета. Что у нас здесь? Кетчуп, желток, оливковое масло и алчевая паста. Можно алчевую заменить еще. Без... А, она зогал. Zoğalı xaşoya. Я первый раз вижу. Серьезно? Обычно лимон sıxırıq. Ага. Zoğal varsa, ama zoğal da var. Девочки, оказывается, мы кизил сюда добавили. Ну да, в харче обязательно должна быть кислота, то есть лимон, а Диляра Ханум заменяет лимон кизиловой пастой. Ulduz xanım, bəli, mamamdır mənim. Balva artık var, sezonu çıkıp. Ha. İndi ruletimizi çıxardırıq. Taxtanın üstünə qoyalım. Самира Хам, çok sağ olun. Не, он замороженный, я не могу, у меня реагирую на холод. Я должна съесть и одну картошку. Bişmeyib. Бешитте. Pişib, amma indi qızartmaq lazımdır. Kızarmamış yer. Махо что? Əlizada Ceylan, əslində qonaq gəlməmişəm, əzizlərimin evinə gəlmişəm. Canlarım Onun mənim. kəfizadı qırağa çıxır. Allah onları mənə çox görməsin. Bunları təmizləyirik. Çok sağ olun, maşallah olsun. Kraliçem əllərinizə sağlık. Nərgiz xanım, очень стараюсь. Очень стараюсь, спасибо, что отметили. Yorulmayasınız, nuş olsun. Харчоя гозда датылlar, по-моему, им. Коз? Короче, это, да, во все, что добавляются грецкие орехи, это, в принципе, в априори грузинская кухня, если что. Кроме фисинджана и лавенги. Salam İlviyə xanım, açıqlarınız çox böyükdür. Xanım, çox sağ ol. Nə yaxşı ki demisiniz. Siz deməsəydiniz, mən yeyərdim. Ha? Eynək. К сожалению, в жизни так... 70+. У кого был недостаток материнской любви, тот всегда радуется теплу чужих матерей. Наверное. В жизни все bывает. Əllərinizə sağlıq Dilarə xanım. Lizan bacısıdır. Nigar yazır Dilarə xanıma salamlar. Üstə səsini eşitdik, xoş oldu. Təşəkkürlər Nigar, öpürəm səni. Bax belə. Bir indi 10 dəqiqədə belə qızarmalıdır üzüm. Belə. Все, закрываем эфир и начинаем кушать. Вкусно. Пока нет. Нет? А когда да? Баяк мама пожарила котлету, мне почему не дала, я стесняюсь спросить. Ты тоже своего мужа увидела, все на свете забыл. Меня забыла. Öpürəm Çinarə səni. Çox sağ ol. Mən kotlet verməyiblər. Bay ögey olanda belə olur. Da bay kotlet pişiriblər. Möhtəşəm insanlar. Ma verməyiblər. Ac qaldım. İndi gözləyirəm, atrabatovu xarço. Əslində düyünün islağa mən soyuq su da qoyuram. Ulduz xanım. Heç ilıq da yox, qaynar da yox. Şəxsən mən həmişə soyuq su Bu hazırdır. Bax, yağ qoyur. Dolmaya Bax, da. dost yağ qoyur. Aha, yağ koyup. Hazır. Bunu söndürdüm. Aha. Yağ üzerine çıkan kimin sup hazır. Devam eləyək. Biraz. Ruletin içində kökdən yumurta var. Mən duru yağdan istifadə Alizada Ceylan. sevmirəm. Sadəcə kərə yağı yanmasın deyə. Yanmasın deyə biraz əlavə elədim. Ümumiyyətlə mən bir kulinariya akademiyanı bitmiş insan kimi demək istəyirəm ki, yağları qarışdırmaq lazımdır. Gözəl yağdır. Ərinmiş yağından vurmursan, özünün əritdiyi yağ. Yox, bundan vaxt olur da kartoşka. Мы сейчас картошку обжариваем. Лайфхак.
Что вы говорите? Bir burun qaynatmışam bunu. Aha. Mamamın Duzlu suda. nəvələri İlhamla İlqar həmişə deyir ki, nənənin qızarmış kartoşkasından heç kim eləyə bilmir. Mən onu indi deyirəm, bildim onu sirri. heç kim deyir Mən ona. indi verdim yağları bu yağla. Mama əlinməmiş yağ qatırmışlar. Tamı yiyeyim. Kaynatam yazır ki я тоже хочу харчо. Я сделаю вам харчо. Apararsan, А нет, я пищерарам. Yox. Мне только надо этот apararsan. Bu belə. команду дать. Bunu örtək yoxdur. Папа, сделаю харчо, не переживайте, солнышко mое. Düzdür, el-elden üstündür. Her bölgenin öz lezzeti var. Siz indi bir dənə Təkəbbürlü olmaq lazım deyil, tamamilə razıyam. Bəli, Camaata deyin də bir dadına baxın. Nəyin dadına baxım deyim. Güzel anam, çok sağ olun. Ha, verin baxım. Bu da попробуем. Bir dənə duzuna bax. Balaca piyalıya söyleyin. Da. Kaynardı çünkü yanacak ona. O da yanacak. Мама меня будет кормить. Ой, 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 давайте я попробую. Yaxşıdır. Duzu turşu Yaxşıdır, yerindədir. yerində. Da. Turşuluğu var öyle. Ama zayıftı. da, zayıftı, biraz zayıftı, ha. Biraz limondan duran ne? Bir dənə baxırsınız. Kartoşka da отварили. Чуть-чуть. Bir burun qaynayın. Обжариваем картошку. Почему так делает Диляра Ханум? Потому что вот так вот обжаренная картошка не пережаривайте. Она будет усиливать вкус нашего харчо. Aycan. Burada yazırlar ki Türkiye'nin Sütaş markasının yağı da çok güzeldi. Onu da sınayın. Bravo marketlerde var. Sınayın. Pınarı alıram, Pınar. Pınar. Mən hansısa yağı almışam bu təzələyicə. Pınar mən də işlətmişəm, amma Sütaşı işlətməmişəm. Deyəsən elə mən onu almışam. Efirimiz 5-10 dəqiqəyə bağlanacaq. Dilara xanıma sualı olanlar, Bu qızarsın. Ülviyə xanıma sualı olanlar. Necəsiz? Я забыла, я опять тебя снимаю. Nasıl? Kartofu kaynadık, sonra kızardırdık. Biraz kaynadırıq. Ой, сейчас хочется же это съесть. Biraz qaynadırıq, sonra qızardırıq. Əslində bu təzə kartofları qəşəng yuyub qaynatmamaq da olur. Ona biraz su, biraz yağ və belə skalarotkaya tökürsünüz, duz. Suyu çəkilir, həm bişir, həm də qızarır. Ay, ama mən son zamanlar fikir Yox, o vermişim. qaynatmaq su. Qaynadıram kartofu. Qaynadıram. Siz su ortadır. Bişir. Orada olanda su qaynayır, şey olur. Ha. Dilara anaya Allah can sağlığı versin. Gülə xanım yazır. Çox sağ olun. Teşekkürler. Наилечка, не переживайте, моя дорогая. Мы знаем, что надо добавлять грецкие орехи, но мы не добавляем. Əsəbləşməyin mənim əzizim. Ülviyə xanım nə vaxt gəlir Pitsera? Urafada da yediş pizza. Когда пригласят, тогда приеду в Питер. Bayaq yazdım, sizə cavab vermədi. Üzürlü sayın. Qaymaq yağı marketlərdə satılır. Burada biz görürsünüz. Baby kartoftu. Bir dənə bol Ona görə bu qabıqlı rahat hazırlana bilər. Və baby kartof marketlərdə, məsələn, bu martda var. Arazda da yoxdur. Bol markda. Пищир, отваривается baby картошка, а потом вот так вот обжаривается и будет добавляться вот в харчо. Это не для консерваторов, которые будут сейчас утверждать, что харчо неправильно готовится и так далее, и так далее. Мои дорогие, в кулинарии нет вообще границ, нет правил, нет условий. Понятно, тут основа блюда мясо, рис, картошка, зелень. Но Диляра Ханум, я не хочу ваш возраст отмечать, Диляра Ханум, yaşınızı 70 плюс, и Диляра Ханум наверняка получила этот рецепт по наследству.
Поэтому Baxın, этому qızardı. рецепту Belə минимум, də минимум qızarır, qəşəng. 100 лет. Bir dənə duxovkanı da göstər, az qalır. Qızarsın. Təzə kartofu ümumiyyətlə mən çox sevirəm əslində. Mundirdə hazırlayıram. Ümumiyyətlə kartofları mən son zamanlar pörtlədirəm. Sonradan sobaya əgər belə yaxşı qızarılmış xırt-xırt kartof istəyirsinizsə, pörtlədirsiniz və sonra 200 dərəcədə sobada hazırlayırsınız. Allah ömür versin Dilarə xanıma, möhtəşəm. Uli xanım, страстей, пожалуйста. Sпросите, пожалуйста, довольны ли они плитой? Bu hansı sobadır? Bir dənə baxım. Smek. Ha, razısınız? Razıdır. Ha. Əlbəttə. Razıyam. Ha, ha. Məndə elektrik tava, hamısı smekdir, xaladenikdə, duxovkalarda. Мама наша модница, посмотрите, пожалуйста. Bu bizim, bax, hazır olur. Красота. Да, ой, 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 ой. Я будем кушать. Я думала, хорошо, что я слова не дала себе, что я сегодня больше есть не буду. Как можно было от этого отказываться? Take-away var ümumiyyətlə. Sənə var. İndi çıxardıram, servis eləyək. Vüsalə, sən get o boşqabı gətir, gəl də. Мамамы ем, Висаля, ты знаешь какой? Я не знаю, но я пойду найду. Давай, да, я подержу телефон. Давайте. Пока у нас идет перерыв, мои дорогие. Sualınızı verin. Dilarə mama cavablandırsın. Bir dəqiqə. Çılçıldız bizdə food blogger. Baxın, bu hazırdır. Aha. Bu belə olmasa ləzzət verməz. Uli xanım şəkil ləhcəsi sizin qanınıza işləyib deyək ki var. Hələ mən özümü güya idarə edirəm. Çalışıram tam şəkil ləhcəsi ilə danışmayayım. Çünki sual verirlər mənə həmişə haralısınız. Deyirəm ki, məsələ Qazaxlıyam da. Deyirlər ki, şəkil ləhcəniz var sizin. Deyirəm ki, şəkillərdən çox oturub dururam. Ona görə burada oturub biz sonra verilişə baxırıq. Efendim Назима, Оля, вы невероятно правильный человек. Не знаю, почему вы это сказали. Спасибо большое. Я стараюсь быть правильной. Стараюсь быть честной. И с собой, и с другими. Bir dənə bu telefonu mamamı yiyim. Gəlin buradan bir dənə tutun. Mən bu kameranı yönəldim. Стойте. Подождите. Bir dənə bunu... Хорошо, без меня не начинайте. Ай, умница. А там же другой булут был. Его надо было взять. Ага. Bu mənim nənəmin cehizidir. Kuznetsov. Kuznetsovdur. Anam da mənə verir cehiz. Kuznetsovdur. Məndə qaynanamdan qalıb, между прочим, Kuznetsov şeyləri. Əhməd Əfqanoğlu yazır ki, Rüya xanım, xahiş edirəm, çıxardın da məni. Əgər səhvim olsaydı yazmazdım. Screenshot elə göndər mənə, mənim yadımda qalsın, tapım. Su çərşənbəniz mübarək olsun, Ayçıq, spasiba. Elə bilirdim Bakılısınız. Bakılıları da çox sevirəm, Bakı ləhcəsini də çox sevirəm, Gəncə ləhcəsini də çox sevirəm, Qazaq ləhcəsini də çox sevirəm. Bütün ləhcələri sevirəm, Lənkəran ləhcəsini də çox sevirəm, inanın mənə. Bütün Azərbaycanı sevirəm. Baxın. Ay, bычий глаза называется, между прочим, этот рулет. Bir dənə qoyuram hələ ki də. Sonra. Картошку сюда, а я думала, картошка в харчо идет. Kotletlə da elə bir Ola şey. xarçoda kartoşka olmur. Olmur, kartoşka olmur. Я забыла, да, я давно не делаю, да, харчо. Bu arada xahiş edirəm, nənə Hesab mətbəxinin edin ki- aktivliyi azalıb. Çox xahiş edirəm, nənə mətbəxinə like qoyun, kommentariyalar yazın. Yoxsa Dilarə Sultan çıxmayacaq efirlərə. Şəkidə deyilik, Bakıda ayıq mənim əzlərim.
Paklet мясной ruletini. Супер. Я должна это попробовать. Bu da bizim Ой, 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 красавица. Мама, уже маму надо почаще Эджанлар открывать, да? Пусть уже этот хватит, да, за камерой, за kulesini. Dilarə xanımın 2 qız evladı var. 6 nəvəsi və nəticəmiz nə qədərdir? Vüsü, напомни мне. 6 nəticə. Ay maş, 6 nəvə. Yolda gəlir. 7-cidir. Gələn 7-cidir. Çok sağ olun Zəhra xanım. 7 nəticə у Диляры ханум. 2 дочерей, 6 внуков и 7 правнуков, мои дорогие. Она прожила шикарную, интересную жизнь. Она с большим жизненным опытом. Человек очень мудрый, очень красивой душой. Вот имея 2 дочерей, 6 внуков, 7 правнуков. Машаллах, машаллах, машаллах. Она вот такая вот с невероятной душой. Ее материнской любви хватает на всех. Даже на подруг, ее дочерей, ее внуков, на невесток, на детей. И на всех, на нас. Поэтому дай Бог всем. Sağ olun, hamınızı öpürəm. Yüzüne bir yavruşki verin. Да, дай Бог. Bayramlarda görüşelim. Дай Бог всем прожить вот так вот достойно жизнь и быть востребованной мамой, бабушкой, прабабушкой, как Dilarə xanım. Я вас целую, mən sizi öpürəm. Bağrıma basıram. Çox sağ olun. Özünüzə yaxşı baxın. Sağ olun, sağ olun.